Selamun Aleyküm. Akşamınız xeyir olsun dostlar. Orada gece yarısıdır əlbəttə. Bəli, mən hər halda indi vaxt tapa bildim. Kanada 3-4 gündür donubdur. Qar yiyibdi və hər yer buz. Rəsmən şüşə buzdur. Mən bu günlər 2 dəfə Allah rəhm elədi diri qaldım. Yoxsa indi cənazəmi götürürdülər. Çox iftizah vəzdə. Bundan belə ki, çox aşağı sürətlə gəlirdim, amma yenə şüşənin üstündə idi. 2 dəfə caddədən çıxdım, getdim eşiyə. Hər halda çox əcib soyuq düşübdü və bəzi yerlərdə çox yuxarı qar yiyibdi. Çox soyuq. 8 dərəcə günün, 9 dərəcə günün 0 altında, yəni dondurucu, 0 dondurucudur altında olan 9 dərəcə dondurucu hava ilə bu günləri nahar çağı idi. Yəni nahar çağı o cür 0 altında idi. Hər halda nəqildən tapmacadan keçsək, hər şeydən gözəl budur ki, kitabımızı başlayaq oxuyaq, üçün mühüm odur. Türkçünün əsasları adlı kitabı oxuyuruq. Ziya Gök Alpıdır. 105-ci səhifənin 1, 2, 3, 4, 5-ci, hətta 6-cı paragrafı da qutarmışdıq. 7-ci paragrafdan oxuyurdıq ki, kəsildi. Bəli, 7-ci də, yəni sonuncu paragrafda onu oxuyurdıq ki, kəsildi. Oradan elə davam verək. Nədən danışırdı? Ekonomidə, əgər iştibah eləməsəm, bəli, ekonomidə danışırdı ki, ekonomidə türkçülük nə cür eləmək olar. Biraz getdi tarixə ki, türklər yaxçı yeyərlər, yaxçı yeyərlər, yaxçı dolanarlar. Bir dənə də onun türkçəsi var, Türkiyədə, onu mən burada deyənmərəm. Təbiətən biraz çox ağırdır canlı proqrama. Dostlarası video, bəlkə o videolardan baxa bilər. Və dedi ki, qonaq getməyi, qonaq gəlməyi çox sevərdilər və çox qədim qalan kitablarda da bunun haqqında çox gözəl sözlər var. Deyir ki, türklər əskidən sahib olduqları bu ekonomik imkana gələcəkdə də qavuşmalıdırlar. Bəs türklər keçəcəkdə bir imkanları vardı. Əlbəttə imkanın illəti bu idi ki, imperatorluq çox böyük idi. Bu ki, Amerika dünyada sərvətlidir, güclüdür. Bu ki, Çin sərvətlidir, güclüdür. Bir torpaqlarının böyüklüğüdür, elə hər ikisinin. Rusiya da o cüzü. Rusiya əlbəttə dünyada ən böyük məmləkətdir torpaq olaraq. Bir yol. Kanada da böyükdür, amma Kanada cəmiyyət azdır. Bunların cəmiyyəti də çoxdur. Yəni, Çinin 2 milyarda yaxın cəmiyyəti var. Hindistan da çox böyük, güclü gəlir. Dünyanın gələcək güclərindən biri Hindistan olacaqdır. Gecə-tezə olacaqdır. İndi mümkündür 50 il çəkər, 100 il çəkər, amma Hindistan gəlir. Və çox güclü də gəlir. Bunların torpaqları böyükdür, cəmiyyətləri çoxdur və bu imkan verir insana. Bir dənə torpaqda ki, siz hər fəsli ola bilər və hər fəslin özündən faydalana bilərsiniz. Yağışı çox ola, suyu çox ola, adamı da çox ola, güc işləyən adamı, tənbəl adam yox. Amerikada, Kanadada siz çətin, İranda bazı nişəstə deyirlər, əməkli bir adam görərsiniz ki, 80 yaşı var, oturub evdə məsələn, atil. Əsən atil-batil adam demək olar ki, bu qərbidə mənası yoxdur. Necə ki, mən bazı nişəst olmuşam, gedəcəm öləm. Belə bir şey yoxdur. Görürsünüz ki, adamın 90-95 yaşı vardır, furuşqaqda işləyir, orada-burada işləyir. Yəni, adam vaqən təəccüb, mən bəzən özümdən utanıram. Adam özündən utanır, bir belə də adam şey olar. Hər halda o əski, istəyirəm deyəm ki, o əski türklərin sahib olduğu ekonomik, iqtisadi güc, biraz da o torpaqların çoxluğundan idi. Eyni halda çoxlu insanlar da bunların kölgəsi altında idi. Deyir, amma o imkana gələcəkdə qovuşmalıdırlar. Bu bir dənə ağırsıdır da. Yəni, indi buna Turan deyirlər birində.
Türk Dünyası Birliği. Bu çox 100 ildən çoxun arzusudur. Türklər bir də birləşsinlər. Və torpaqları çox böyük torpaq olar, çox verimli. Dünyanın ən verimli torpaqlarından Türklərin torpaqlarıdırlar. Yəni bugünkü vəziyyətə baxanda, iqtisada, indi gələcəkdə iqtisad nə qədər dəyişər, biz torpaqlarımız qəni ola, fəqir ola, orasını bilmirəm. Amma indi çox güclü bir torpaqlarımız var. 300 milyon ən azı türk insanı vardı Amerikanın cəmiyyəti qədər. Dedim, hazırdır, işə də hazırdır. Normalda da hamısı cavandır, yəni çox da qoca, yəni əksəriyyəti cavandır. Həm də qazanılacaq sərvətlər Salur qazanın zənginliyi kimi cənələ aid olmalıdır. Deyir ki, bir dana bir şeyi cəndə qoyurdu. Yəni o türk xiyalı da inşallah o məmləkət düzələcək. Bir də həm də qazanılacaq. Diqqət edin, burada bu ki gəlsin bir iqtisadi düzəlsin, yox. Gərək bir dana demokratik bir sistem ola və bir liberal. Liberaldan mənzurum İrandakı liberalizm deyil. Bir insani liberalizm ki, o azadlıqda, iqtisadda azadlıq ki, insanlara deməyən, neynəmə. Və insanlar hər kəsən xəyalındakını eləyə bilə, qoya bazara. Yəni, bir nəfərin hər nə fikri var ki, onu da alırsan düzəldə və dövlət də, bir də təşkilatlar da insanlar əgər bir şeyi düzəltməyə çalışırlar, hətta yanlış onlardan himayət eləməlidir. Çünki yanlış fikirlərdən himayət eləməsəz, doğru fikir ortaya çıxmayacaq. Yəni, biz bilmirik ki, bir fikir nəticəsi yanlış olacaq, doğru olacaqdır ki, himayət eləyək. Onun üçün, hər fikir, bir nəfər deyir ki, mən su ilə maşın düzəldə biləm. Niyə olmasın? Bir zaman insanlar inanmırdı ki, sudan buxar olsun, buğ, türkçə buğ. Buğdan bu böyüklükdə qatar geçsin. Mən bu günləri qatarlar gördüm ki, Kanadada görməmişdim bu böyüklükdə. Amma bugün qatar gördüm ki, 600 konteyner daşırdı. 600. Niyə olmasın? Pəs ola bilər. Kafidir ki, insanlarımıza macal verək. Adamlar iddia edirlər, düzəldə bilək, gəlsinlər. Bir az da dövlət gərək himayət eləsin. Başlasınlar düzəltməyə. Dünya dəyişər. Dünya dəyişər. Onun üçün qazanılacaq. Yəni, zəhmət çəkəcəksən. Gecə-gündüz işləyəcəksən, sərvət qazanacaqsan. Vətən də qazanırlar o cür. Yəni, siz fikir eləməyin ki, biz Güney Azərbaycanda, Türkiyə gəlsin, Azərbaycan gəlsin, Amerika gəlsin. Yox. Özün qazanmasan, əldən də verərsən. Bizim dədələrimiz qazanmışdılar. Məşrutə dövründəki rəhmətlik dədələrimiz amma ahmaq. Çünki zəhmət çəkməmişlər, əllərindən yavaşcana verdilər, Farsa oturdular. O şeyə bənzədi ki, o nağıla bənzir ki, kişi oğluna deyir ki, oğlum get işlə, axşam pulun olmasa gəlmə. Axşam gəlir, görür ki, oğlan gəldi işdən. Bəli, oğlum o pulu verir, görür mənə, verir, atır odun içinə, yandırır, uşaq dinmir, Nayrəhan da olmur. Sabah gedir, bir gün gedir, bir gün gətirir pulu, atır ocağa, uşaq əlini salır otağın içindən çıxadır. Mən buna zəhmət çəkmişəm deyə. Deyir, o birisləri nənən verirdi, hətmən ona görə. Yəni, əgər pul müftə gəlsə, onu əldən, vətən də oturdu, vətən də müftə gəldiği üçün əldən verir adamlar. Bilmirik ki, bizim dədələrimiz 1000 il bundan qabaq neyniyiblər? 1000 ilin zəhmətin verdik getdi hədərə. Verdik getdi hədərə. İndi onu almağa gərək qazanaq. Qazanmaq üçün mütəəssifanə. Ayrı yolu yoxdur. Öləcəksən və öldürəcəksən. Bizdə qeyrəti, türkçülük qeyrətini öldürüblər. Brainwash olmuşuq. Yəni, biz əsən demirik ki, bir nəfər hər yerdə qışqırsa, mən türkəm, haydad, hətta batil də olsa onun yanında durmalıyıq. Yəni, bilək ki, onu vuranlar, farslar məsələn, ya kürdlər, ya o birisi ermənilər, ya hər millət. Bilək ki, həqqidir. Biz bilmirik, əlbəttə, biri qışqırır ki, məni vururlar.
Ay türklər hardasınız, ay Azərbaycanlılar hardasınız. Biz orada gərək deməyək ki, bu nədən ötürü savaşır, niyə savaşır? Gərək girək meydana və ondan difa edək. Çünki o həmvətənimizdir. Bizdə bunu öldürüblər. Bizdə bunu öldürüblər. Necə ki, indi Tehranda, zindanda Əli Rza Fərşini vuralar və Tehran zindanında bir şey yoxdur. Mənim oğlum düşmüşdü Kanadada zindana. Demişəm də anarşist adı ilə tutulmuşdu, düşmüşdü zindana. Elə girəndə deyir ki, baba, həm də cavan uşaqdır. Deyir, baba, mənim adımı gördülər. Biri də gəldi. Are you Muslim? Sən müsəlmansan? Deyir, baxdım, gördüm ki, burada qruplar, insanlar bu cür bir-birinə himayət qılır. Dedim, yes, I am. Mənim oğlum da deyirəm də həm şeydir, həm də o qədər dinci də deyil əslində deyirəm mən. Yəni, bilmirəm də əslində. Siyasi olaraq anarşizmə çox yaxındır və çox yuxarı savadı vardı. Marksizm, Leninism üstündə, xüsusən Marksın əsərləri üstündə çox güclü savadı var və çox güclü, dərin anarşizmi bilir elmi olaraq və əməli də olaraq görübdür. Deyir ki, baba, zindanda bu müsəlmanların cərgəsinə girdim mən. Orada müsəlmanların qorxusundan biri uşaqdı, böyükdü, xoşgildi, çirkindi, əl uzaldanmışdılar. Necə ki, onlar da məsələn, ağ, redneck deyirlər burada, redhead deyirlər, ağlar, təəssüblü, qərələr, məsihilər, o birisi dinlər, hamısı hindlilər, çinlilər ki, zindandırlar, hər kəsən özündən himayət eləmək. Amma mütəəssifanə, İranda biz brainwash olmuşuq. Brainwash olduğumuz üçün hamı olub ha, hamı olubdur. Hamının əlindən vətənsevər, millətsevərliği alıblar. İndi farslar burada bir-birindən əvvələn acığı gələr. Bunu deyim. Yəni Kanadada, Amerikada 2 dənə fars bir-birinin yanına gəlsələr, çətin konsertdə, fulanda zadda gələrlər, axirində dava düşər, çıxıb gedərlər. Bir-birlərindən xoşları gəlməz. Çünki şey olubdur. Bu insanda bu təəllüq. Mən türkəm, mən türk millətindənəm, türklər mənim qardaşım, bacımdır. Əgər, məsələn, mən yadıma gəlir, mən danışqaha gedəndə Tehranda, bilirsiniz də, danışçılar normalda oradan, buradan gəlirlər filan və məzlum olurlar. Çünki, məsələn, fars dili, özünə etimad benəfsi, özgüvəni yoxdur. Bunlara görürsünüz ki, öcəşirlər o birislər. Mən bir dənə şərt qoymuşdum. Mən özümü deyirəm. Məsələn, türk qızlar var idi, çox gözəl, adlarını demirəm. Vaqəən gözəl türk qızları var idi. Və uşaqlar bunlara söz atalar, məsələn, bir şey deyələr. Mən bir dənə şərt qoymuşum. Hər kəs, məsələn, o xanımın adını desə, həmkilasımız idi. Gərək yerindən dura ayağa, 3 dənə sələvat sonra ona adını deyə. Buna icazə vermirdim ki, mənim heç olmasa yanımda, məsələn, desin, filan qız filan cürədir. Hətta filan cürə də olsa, tüm mənim vətəndaşımdır, tüm mənim millətimdir, tüm mənim qanımdandır, mən gərək onu müqəddəs biləm. Mən gərək özüm onu müqəddəs biləm. Əgər məndən bir köməklik istəyir, əgər bir yerdə zora qalıbdır, çətinə qalıbdır, onu mən o zordan çıxartmalıyam. Bir dənə keçən günlərdə bir xatirə oxurdum, deyir ki, bir nəfər Tehrandan, buradan musafir götürür Tehrana, Tehrandan 1-2-3 nəfər sərbaz deyirlər ki, biz gedəcək Təbrizə, əgər bizi aparsan, deyir, yox, yorulmuşam, deyir, pul da verərik, özümüz də sürərik, amma bizi apar, biz səhər tezdən ora yetirməliyik, özümüzü yetirməliyik, məsələn, toy var. Deyir, gəldik, Zəncanda düşdük, yemağa, deyir, gördüm ki, bir dənə xanım gəldi, dedi ki, mənə bilet alasınız, ya pul verəsiniz, bilet alasınız, ya da pul verəsiniz, mən gedəm Təbrizə, mən Təbrizə getməliyəm, amma çifimi vurublar, cibimi vurublar, hər nədən dolayı yanımda pulum yoxdur.
Deyir ki, mən əl atdım cibimdən pul çıxadan bu xanıma verəm, dedim təhdi. Verəm ki, get maşına min get da, tamam. Deyir ki, sərbazlar dedilər, biz yetmirik tərbizə bəyə, maşınımızda boşdur, gəlsin otursun bizim yanımızda. Deyir, xanıma dedik ki, buyurun gəlin, deyir, nahar, buna yemək də aldıq, bu da bizlə oturdu yeməğa. Yemək yedi, bir yol mindi maşına, getdik Təbrizə, Təbrizdə o yoluna, biz də öz yolumuza getdi. Deyir, bir neçə ildən sonra mənim bacım ya xanımım bəh mərizlədi, çox pis. Deyir ki, bunu bir dana döhtürlərə dolandırmaqdan dahi canımız zara gəldi. Deyir, bir gün mən bunu apardım bir dana xanıma. Deyir ki, bunun münşüsü, o şey satan, orada vaxt verən, deyir, dedi ki, məsələn, 6 aydan sonraya vaxt verirəm. Deyir, oğlum, mənim adam amma 6 aydan ölər, mən indi lazımımdır, mən bu xanım bu gün görməlidir. Deyir, elə bu tür dad, bidat salmışam, filan, bəhman, çıxıram ki, necə bu tür belə ola bilər, filan, bəhman. Deyir ki, gördüm, bir dana cavan xanım gəlir, deyir, məni gördü. Dedi, nə olubdu? Deyir, dedim ki, mənim bacım ölür bugün səhər, ya arvadım, hər kəs, bir yol. Bu, mənə deyir ki, döhdürdə vaxt yoxdur. Sən ged 6 ay sonra gəl. Deyir, yapışdı əlimdən, xanım, çox mehrəban. Deyir, yapışdı əlimdən, dedi, mənlə gəl. Deyir, gəldim. Deyir, xanımın hanı, deyir, görsətdim ki, budur. Deyir, dedi ki, sən burada dur, xanımı yapışdı əlindən, geçdi içəriyə, dedim, bu döhdürümüş. Deyir, getdi, 1 saat gözlə, 2 saat gözlə, gördüm ki, səs çıxmır. Mərizləri alır içəriyə, amma o mənim xanımım, ya bacım, hər nəməm, o içəridə qalıbdır, onu ötürmür. Deyir, bəriz gedir içəriyə, bu baxır, o gəlir. Deyir, biraz geçdi, dedi ki, çağırın gəlsin. Deyir, məni çağırdılar, girdim içəriyə. Deyir, gördüm, nahar döşəyiblər mizin üstünə. Yeməli yeməklər, filan bəhman. Deyir ki, bir dana da kişi gəldi, onu da çağırdı, gəldi. Bir yol. Otur, dedi, gəl, otur, nahar ye. Deyir, dedik, yox, biz gedəcək, eşikdə yox. Deyir, yox, sən otur, deyim nəminədir. Deyir, oturdum, dedi ki, sən məni tanıdın? Deyir, dedim, yox, tanımıram. Hardan tanıyacağım? Döhdürsən, indi görürəm. Deyir, dedi ki, yadıma gəlir, Zəncanda bir dana xanım gəldi sənə, bir dana xanım gəldi sənə, dedi ki, mən gedirəm Təbrizə. Sən ona yemək verdin, mindirdin maşına, getdin Təbrizə, heç sırt demədin, soruşmadın, adın filanın, deyir, dedim, hə. Deyir, dedi ki, o mənəm, bu da mənim ərimdir. Deyir ki, bu xanım, indi o xanımısıydı ya bacısıydı, deyir, o döhdür xanım. Özü bizim bu adamı, hər şeyin özü yetişdi. Davasın, dərmanın, puluncadan hər şeyin aldı. Dedi ki, sən o zaman tanımaya mənim əlimdən yapışdın. Mən indi bir qardaşım gələ, türk qardaşım gələ, mətəbbə. Və mən tanıyam onu, onun əlindən yapışmayan bu olar. İndi baxın, bizim belə bir durumumuz vardı. Biz əsən buna baxmayaq ki, insanlarımız düzdür, pisdir, yaxçıdır. Baxmayaq işi gücü nədir, baxmayaq ki, ola bilər, fasid ola bilər, biri də bunlar fasid deyə bilər, biz demərik fasid. Ola bilər, əyri ola bilər, oğru ola bilər, filan ola, bəhmə. Amma biz bunu o zaman ki döyülür, hər yerdə olur olsun, ondan ötürü gərək çıxaq meydana savaşıq. Necə ki, rəşdə bu günləri gələlər bizim fəallarımızı tutub apararlar və adamlar əsən onun, əlbəttə şükür olsun, xəbəri yayılır, amma xəbər yayılmaq həddindən keçməlidir. Bizdə bu, baxın, brainwashlıq bu cür olar da, adamın elə elərlər ki, adam həmvətəninə, vətəndaşına, dildaşına, qandaşına soyuq olar, soyuqqanlı olar. Mənə nə tutdular, mənlə işlər olmaz. Mənə nə ki, məsələn, filan kəsin yoxudur. Yox, dostum, belə deməyək. Belə deməyək. Bir-birimizin əlindən tutmağa örcəşək. Hər halda, Salur Qazanın zənginliyi. Zəngin dedik, sirvətdir. Sirvətdən danışır. Deyir ki, onun sərvəti şey olsun, kimi, dedik ki, talan yemək verirdi da, gəlin yiyin, talan eləyin, gedin. Genel ailə aid olmadı, genələ. Genel nə mənədir? Ümumi. Yəni, tüm millətə aid olmalıdır sirvət. Türklər özgürlük
və bağımsızlığı sevdikləri üçün iştirakçı, burada yazıb komünist, iştirakçı olmazlar. İndi diqqət buyurun. Deyir ki, türklər özgürlük yəni azad. Özgürlük azad və bağımsızlıq bağlanmamaq birinə. Bağlanmamaq olur bağımsızlıq, yəni həmandır. Müstəqil olmaq. Sevdikləri üçün, bu ikisini sevdikləri üçün iştirakçı olmazlar, komünist olmazlar. Mən bilmədim nə rabitəsi var. Məsələn, adam komünist olsa, əvvələn komünistin mənasını bilək, dostlar. Komünist o iki deyirlər, o deyil. Hamı olar bilər komünist olsun. Komünist nə deməkdir? Kamu, türkcə indi deyirlər, kamu, community, cəmi demək, toplum demək. İndi community nə mənədir? Məsələn, deyirik ki, yazarlar communitysi, yəni yazarlar cəmiyyəti, bir cəmiyyət olur. Ya məsələn, Azərbaycan communitysi, Kanadada, Torontoda, hər yerdə. Azərbaycan, yəni Azərbaycanlılar ki, bu məmləkətdə səpələniblər, bir yerdə deyirlər, bunlara community deyərlər. Çünki bunların bir şeydə müştərəkdirlər heç olmasa. Nədir? Azərbaycançılıq. Nədir? Türkçülük. Məsələn, türkçülük fərqlidir ha. İndi deyəndə Turkish community, türklərin cəmiyyəti Kanadada ya filan şəhərdə, bunlar bir məhəllədə oturmurlar. Amma bir məhəllənin sakinlərində də community deyərlər. Bir məhəllənin. Məsələn, deyək ki, Təbrizdə Zəfəraniyə var. Bahar var, Ələcər var, nə bilim, Qərağaç var, Şahgölü var. Bunların adamlarına da deyərlər community. İndi community, bir dənə də buna görə fikir var. Ki biz bu toplumun rifahına, əmniyyətinə, filanına çalışacağıq. Buna da deyərlər komünizm. Yəni, birliyə əlaqəsi olanlar. O komünist ki deyirlər, həman bundan gəlir. Komünist. Yəni, o adam ki, bu ictimanın xeyri səlahı üçün çalışır. İndi onların bir dənə ideoloji gətiriblər. Marx adında bir adam bir dənə ideoloji gətirib ki, tarix beləsi başlanıbdır, beləsi olacaq axirdə və məsələn, gələk deyək ki, hər kəs yer sahibi olsun, heç kəs də yer sahibi olmasın. Yəni, hamiyə aiddir, dirilərə aiddir. Öləndə də birinə irs getməz. Deyək, məsələn, pis idea deyil əslində. Amma onu pis icra eləməklər də var. Mən komünisti tərəfdarı deyiləm ben o. Yəni, mənim dostlarım var ki, bilirəm ki, komünisti şey varlardı. Təəllüqü xatirləri var. Mən özüm o cür deyiləm. Mən iqtisadda, hər şeydə biraz liberalam, azad və malikiyyəti sevirəm. Malikiyyəti sevirəm. İnsanın və heyvanların malikiyyətə əlaqələri var. Heç olmasa uşaqlarının malikiyyətinə mal heyvanda görürük və hər heyvan adət edir ki, öz ağılına geçsin. Öz yuvasına geçsin. Öz qazdığı yuvaya geçsin. Bunun üçün mən biraz şeyəm, yəni malikiyyət, sahab durmaq, yeyəlik, sahab ərəbcədir, yeyəliğa ehtiram qoyuram. Hər kəs, hər şeyin yəyəsi olmalıdır. Məsələn, bir nəfər kitab yazır, onun tamam haqqının yəyəsidir. Bir nəfər bir şey düzəldir, onun, məsələn, neçə il, mümkündür 10 il, 100 il, 50 il, hər neçə il buna qanunumuzda qərar qoysaq, onun yəyəsi olur. Elə ki, məsələn, bir zaman geçdi, insanlar eləyə bilirlər, onu alalar gedilər. Fəqət, eşitliyi sevdiklərindən dolayı fərdiçi də qalmazlar. İndi diqqət buyurun. Dedi, komünist deyirlər, ya iştirakçı. Yəni, məsələn, hər şeyi dövlət alır əlinə, dövlət olur bir böyük sərmayedar. Onu deyir ki, onu qəbul elətmədi.
Kommunistin ən mühüm şeyi bu oldu da, yəni komünitədən çıxdı. Dövlət tamam imkanları aldı xaricilər adına əlinə və xaricilər də ac qalmağa məcbur oldular. Çünki əngizə yox idi. Mən işləsəm də bir belə, zəhmət çəksəm də bir belə, zəhmət çəkməsəm də bir belə. Fəqət, amma türklər nə mənə? Fəqət eşitliyi, bərabərliyi, heç kəsdən üstün olmamağı sevdikləri üçün dolayı, yəni bundan dolayı xatir. Xatirin türkçəsi olur dolayı. Fərdiçidirlər. Yəni, tək insanların, bir dana bəzi ideolojilərdə deyirlər ki, bir insan mühüm deyil, kulli insanlar mühümdür. Yəni, məsələn, biz bir nəfəri öldürə bilirik rahatca. Çünki, məsələn, türklər mühümdür. Yox, bu fikri deyir ki, qəbul eləmir. Deyir ki, yox, insan fərdlığında mühümmüdür. Onlar deyirlər, cəmlığında mühümmüdür. Bizə həm fərd olaraq mühümmüdür, həm cəm olaraq mühümmüdür. Hər türk tün türküdür və tün insandır. İnsanlar ki, bizə mühümmüdür o heç. Hər insan ki, türkdür, bizə türk olduğu üçün içində türklər bizə mühümmüdürlər. Bu da o baxışdan dedi ki, fərdiçi qalamazlar. Deyir ki, fəqət fərdiçi qalamazlar. Məcburdurlar üçün hamını bərabərliyi sevirlər, hamını da sevsinlər. Ki, onu qabaqdan demişdi. Türk kültürünə ən uyğun olan sistem solidarizm, yəni dayanışmacılıqdır. Deyir ki, türkün geçmiş tarixinə baxanda kültürünə, dedik kültür iki mənası vardı. Hər ikisində də tutsaq, deyir ki, ən uyğun ona əsasən, yəni kültürünə baxanda görürük ki, ən uyğun olan sistem türkün şeyinə solidarizmdir adı. Solidarizm nə mənədir? Yəni dayanışmacılıq. Dayanışma, yəni müqavimət. Bir-birinə yardım etmək. Kömək durmaq. Dayanışmanın bir neçə anlamı var. Bir müqavimətli savaşda olar. Bir də bir-birimizə dayanarıq, yəni yardımcı olarıq, kömək çıxarıq. Qədim deyərdilər nağıllarda ki, bel-belə verib savaşırdılar. Bel-belə verib işdirdilər, qol-qola verib işdirdilər. Budur. Buna deyir dayanışma. Kişisel mülkiyyəti qaldırmağa girişmələri doğru deyildir. Kişisel, fərdi mülkiyyət yəni yiyəliği qaldırmaq, aradan aparmaq, fərdi bireylərin mülkiyyətin, yəni yiyəliğin aradan aparmaq, girişmək doğru deyil. Belə bir işə girmək doğru deyil. Məncə də doğru deyil. Gələk deyək ki, mən məsələn, Pişəvəri rəhmətliğin böyük liderimizdir Azərbaycanın. Onun islahatını sevirəm. Amma islahatında bunun islahatı komünist islahat deyil. Düzdür, yerlərin biri də, o xanlar ki, qaçıblar, gediblər Tehrana, farsçı olublar, İranı, Azərbaycanı üstün tuturlar, deyir, onların yerin bölün əkinçilərin arasında. Amma onların yerin bölün əkinçilərin arasında o birisi xanlar ki, burada qalıblar, Azərbaycana xiyanət eləmirlər, İranın yanında durub Azərbaycanlıları və türkləri öldürməyəcəklər, onların yerinə demir ki, onların yerin bölün. Əgər belə olsa, mən dediyim kimi olsa, mümkün mən səhv eləyəm. Belə olsa, bunu mən qəbul edirəm. Amma o iki Məhəmməd Riza gəldi, kollən xanlığı aradan apardı. Yerləri kiçik yerə böldü. Yerə böləndən sonra kollən Azərbaycan deməyək, kolli İranda tolid əkinəcək, ürətim, yəni hər cürə tolid aradan getdi. Niyə? Çünki yerlər, məsələn, bir dənə xanın deyək ki, 1000 hektar, 100 hektar yeri var idi. 100 hektar yeri böldülər 100 nəfərin arasına, həriyə 1 hektar gəldi. İndi hərə 1 hektar aldı, buna pul istir, inək istir, öküz istir, xış istir, dən istir, bunları əkəsən, saxlayasan. Olmadı.
Olmadı. Adamlar biraz vam aldılar dövlətdən, getdilər ziyarətə. Getdilər Tehrana, getdilər Təbrizə, çətlər boş qaldı. Bəs bu bir xiyanət idi. Niyə onu elədilər? Çünki bunların şəhərdə karicərə ehtiyacları var idi. Karxana düzüldü də, Pəhləvilər. Bu karicərlər o kətdən köçəydi, gəliydi şəhərə, ucuz karicər olaydı. İndi nə oldu? Yerləri böldülər, adamların pulu yoxdur əkə. Əslində olsun, ikinci nəslə gələndə adamlar bir dana əkintinin 6 uşağı var, 8 uşağı var, 10 uşağı var. Bir hektar yer 10 yerə bölündü. Heç kəs burada da əkə bilməyə imkanı yoxdur. Heç kəs əkməyə imkanı yoxdur. Pulu da yoxdur, hamı köçdü şəhərə. İndi nə oldu? Vətən boş, karxanalara gedirlər ucuz işləməyə. O tərəfdən də hər kəs qalsa kətdə ona subsid vermir. Buğdanı Amerikadan alır, bizdən almır. Kanadadan alır, bizdən almır. Nə oldu? Adam kətdə bir il işləyir. Məsələn, deyək, 50 çuval buğdası var. Bu 50 çuval buğdanı satsa bir il yaşayamır. Amma getsə həman bir il zəhməti şəhərdə çəksə, karxanada çəksə, ondan yaşayacaq. Çünki dövlət Amerikadan alır buğdanı, düyünü, hər şeyi, əti, toyuğu, yumurtanı, hər şeyi ki, kətli düzəldirdi. Onları alır baha-baha, gətirir burada, məsələn, %1 qiymətinə verir çörəkçiyə, fulana, bəhmana, şəhərdəkilər yaşırlar. Kətdəkilər onları çox baha yaşırlar. Eyni halda kətdən minib şəhərə gələcəkdə döhdürə, daviyə, dərmana, uşaq, bunların hamısı baha çıxır. Çünki şəhərdə otobus müftədir, ucuzdur. Amma kətdən bura ucuz, dövlət maşın qoymayıbdır, ucuz gəlsin. Döhdürə, fulana, bəhmana. Beləliklə, iqtisada da aradan apardılar. İndi, mən biraz bunları uzun danışdım, çünki müxtəlif teoriləri danışmağa məcburiyyətində qalırıq. Güney Azərbaycanla bu kitabı tətbiq vermək üçün. Yəni, bu kitabı yazıların Güney Azərbaycana tutturmaq üçün, uydurmaq üçün. Yalnız sosial dayanışmağa yarayan şəxsi mülkiyyətlər varsa, bunlar məşru sayılamaz. Sosial nə deməkdir dostlar? Sosial society, cəmiyyət. Bir yer ki, millət orada yaşır. Məsələn, deyək ki, Kəlan bir societydir, Təbriz də bir societydir. Azərbaycan da bir societydir. Türk dünyası da bir societydir. Bunu ərəbcələr deyiblər, bunu nə mənə? Cəmiyyət və camiə. Toplum, türkçəsi toplum. Toplum çox gözəldir. Toplum sözü cəmiyyət və camiədən gözəldir. Yalnız sosial dayanışmağa, yəni toplumsal həm müqavimət deyə bilirik, həm bir-birindən himayət deyə bilirik, yarayan, buna xeyrinə olan şəxsi mülkiyyətlər varsa, əgər belə bir şey, yəni toplumsal dayanışmanın xeyrinə şəxsi mülkiyyətlər varsa, bunlar məşru sayılamaz. Bunlar məşru ola bilməz, qanuni ola bilməz. Məşru şər'i deməkdir. Şər'i yəni din üzəri ilə gələn yox. İndi feylən qanuni deməkdir. Çünki oradan gəlir. Bundan başqa sadəcə şəxsi mülkiyyət olması gərəkməz. Deyir ki, bundan əlavə sadəcə fəqət şəxsi mülkiyyətlər ola bilməz. Bəlkə dövlətin də mülkiyyəti olur. Yəni, istəyək, istəməyək vardı, əncümə şeylərin vardı. İslami camiələrdə da, yəni çoxlu mülkiyyətlər vardı, ortaq mülkiyyətlər vardı. Məsələn, onlardan biri Ovqafdır. O ortaq mülkiyyətdir, amma mütəəssifənə mollaların əlində, ya dövlətin əlindədir. Kişisel mülkiyyət kimi toplumsal mülkiyyət də olmalıdır. Necə ki, elə bunu mən tozif verdim, necə ki, kişisel, yəni şəxsi bireylərin mülkiyyəti ola bilər və müqəddəs olmalıdır. Heç kəs bunu hökumət dəyişməklə adamların əlindən almamalıdır.
Diqqət buyurun. İndi bu sözü deyərkən o adam ki getdi ustanları vurdu Təbrizdə ha. Onun naməsinə baxaq. O namə yazıbdı bir dənə. Bu günlər dostlar yenə paylaşdılar onu məndən. Yenə də gəldi əlimə. Adam deyir ki, ağa, sən 1376-da mənlə bərabər əvvələn həm döyürüydük, ikimiz də pastar idik. Heç birimizin evimiz yox idi. Evimiz olmadığı üçün, hüququmuz da az olduğu üçün eşikdə kirayə eləyənmirdik. Sipahi pastarın özü düzəltdiyi saxtımanlardakı sazmani saxtıman deyirlər, orada yaşırdıq. Az kirayə verirdik, yəni əslində orada yaşırdıq. Və buna görə ki, pulumuz yetərli deyildi, sənin xanımın evdə xəyyatlıq elirdi. Dərzilik, xəyyat ərəbcə sözdür, onun türkçəsi dərzidir. Dərzilik elirdi, oradan pul qazanırdı. Nəcür oldu həman xanımın indi 600 neçə milyard pulu var? Nəcür oldu sənin oğlun Amerikada, bir oğlun Amerikada, bir oğlun İngilistanda dərs oxur uşağın. Oğlun demir, bir uşağın orada, bir uşağın burada dərs oxur. Nəcür oldu sənin xanımın ki, xəyyatlıq, dərzilik elirdi, dərzilikdən indi İstanbulda, Ankara'da, Avropada evləri var öz adına. Təbii ki, burada bir oğurluqlar var. Bu oğurluqlar millətə qeytməlidir. Bir nəfər sərvət qoyur, sərvətindən qazanır. Tamam, bu ayrı. Yəni, bu ola bilər. Amma bir adam ki, gedib dövlətə işlir, banca işlir, ora işlir, bura işlir, birdən ayda alır, məsələn, 3 milyon, 5 milyon, 10 milyon. Bunun birdən görürsün, milyardılar sərvəti ola bilməz. Bu alınmalıdır. Onu deyir ki, bundan başqa sadəcə şəxsi mülkiyyət olması gərəkməz. Tamam şəxsi mülkiyyət olmamalı, bəlkə kişisel mülkiyyət kimi toplumsal mülkiyyət də olmalıdır. Pəs o cür ki, fərdi yiyəlik vardı, toplumsal yiyəlik də olmalıdır. Tamam. İndi nə mənə deməkdir? Toplumun bir fədakarlığı və zəhməti sonucundan meydana gələn və kişilərin heç bir əməyindən doğmayan fazla karlara topluma aiddir. Tamam. İndi görək nə deyir? Bu çox cəlib və mühüm bir məsələdir. Mənə biraz soyuq dəyibdi. Çox üzr istəyirəm. Ona görə tez-tez burnumu silmağa çalışıram. Çox üzr istəyirəm. Deyir ki, toplumun bir fədakarlığı, yəni millət bir toplumdur. Bunların bir fədakarlıq candan geçmək, maldan geçmək. Və ya zəhməti, bir zəhmət çətini dözmək, çətin şeyləri dözmək zəhmət olur. Ərəbcədir, hər ikisi ərəbcədir. Sonucundan, deyir bu fədakarlığın və zəhmətin sonucunda meydana gələn bir şeylər var. Ortaya çıxan bir şeylər var. Meydan türkçəsi onlar orta. Əlbəttə bir meydanlar da düzəldiblər, adına deyirlər meydanda. O da yenə də ortaq bir yerdir. Gələn və kişilərin heç bir əməyindən və əmək zəhmət türkçədir. Zəhmət ərəbcədir. Kişilərin heç bir zəhmətindən doğmayan fazla ya əlavə, çox karlar var. Kar, 2 cürə, 3 cürə bizim karın mənası var bizdə. Bir, bəzi meyvələr kar olar, çıxmaz. Məsələn, girdekan sındırarsız görərsiz çıxmır. Bu kardır, yəni çıxmır. Adam kardır, eşitmir. Bu da çıxmır, bir şeylər bunun zehninə getmir. Bu da kardır. Üçüncü kar nədir? Üçüncü kar mənfəət. Mən bir alver edirəm, kar edirəm. Yəni qazanıram. Qazanc. Burada da kar. Kar burada odur. Yer almışam, tikirəm, satıram, qazanıram. Kar edirəm. Bir şey bir yerdən alıram, gətirirəm, bir yerdə satıram. Bu da kar olur. Yəni mənfəət. Mənfəətə ki, ərəbcədir, türkçəsi kardır. Və qazancdır. Topluma aiddir. Belə bir şeylər vardır, topluma aiddir. Məsələn dostlar, baxın, bimaristan düzəlir. Xiyaban düzəlir. Xiyaban umumundur.
Dövlət bimaristan düzəldir. Bu umumundur, hamının. Buradan çıxan qazancılar kardır. Bütün hamısının karıdır. Millətin, topluma aiddir. Körpü düzəlir. Körpü bir nəfərin deyil. Əlbəttə bu ola bilər ki, Amerikada da var, dünyanın birçok yerində vardı. Bir adam gəlir deyir ki, mənim şəxsi pulum var. Oğurluqdan da gəlməyibdi. İxtilas da eləməmişəm. Mən qazanmışam. Mən indi burada bir istəyirəm körpü salam. Bu körpünü salaram. Bu şərtinlə ki, bunun məsələn 20 il üstündən hər maşın geçsə, məsələn bir belə mənə versin. Məsələn, mən buradan gəmi gətirirəm, salaram otaya. Bir xət salaram burada. Məsələn, deyək ki, məsələn, Güney Azərbaycanda deyək, harda olar? Urmu gölündə. Məsələn, mən burada bir xət sallaram, filan yerdən filan yerə, adamları, maşınları geçirdərəm, mənə pul qalar. Ya da ki, bəzən də bunu toplumsal olar. Yəni, məsələn, şəhər şurası deyər ki, bu işi biz görürük. Bu işi biz görürük, mənfəəti də şəhərindir. Bu da toplumsal olur. Hər ikisi mənim nəzərimə haqqlıdır. Məsələn, bir dənə şəxs gəlir, deyir, mən istəyirəm xəstəxana düzəldən. Bimaristan, xəstəxana. Düzəldir, onun karı onundur. İndi o adam gəlir, deyir ki, mən bu bimaristana şəhərə vəqf edirəm, bağışlayıram şəhərə. Tamam, bu şəhərin aidatı bundan bu yüzden şəhərə xərclənəcək. Şəhərə nə cür xərclənəcək? Şəhərdə hüquq verməyəcək bunu məsələn bir iddia adamı. Yox. Bu məsələn deyir ki, nə cür olacaq? Gələcəkdir. Məsələn, buradan çıxan pullar mərizləri bir iddia insanlara deyir ki, müftə baxacaq. Əlbəttə, mən buna görə nəzərimi demişəm. Mənim şəxsi nəzərim vardı. Məsələn, community, yəni toplumsal gəlirlərimiz toplumsal xərclənəcək. Amma bir də mərizçiliklər istisna olaraq. Nə mənə? Məsələn, adam əraq içir, tiryək çəkir, siqar çəkir, doxaniyat, kollən tüstü zat. Tamam, biz bunu cürmüdən çıxadırıq. Hər kəsən eləyə bilər, geçsin tiryək çəksin, heroin çəksin. Amma çəkməmişdən öncə bunu da dükanlar satacaq. Yəni, ya dövlət dükan qoyacaq, satacaqdır, ya da publik, umumi bir yer olacaq ki, orada bunu satacaqdır. Ərağı da satacaqdır, tiryəki də satacaqdır, heroin də satacaqdır. Hər kəsi istəyir, gedib buradan alacaq. Sinni, məsələn, deyək ki, hər kəsin 22 yaşdan üstədir, gedib burada sicillisini göstərəcəkdir, alacaqdır. Amma bunu almamışdan öncə özünə bimə alacaq. Çünki onun hər o mərizçilik ki, siqardan, tüstüdən, tiryəkdən, heroindən onların community pulun verməyəcək. Yəni, o biz toplumsal millət onun pulun verməyəcək. Geçsin özünə bimə alsın, bimə alandan sonra geçsin əraq içsin, geçsin tiryək çəksin, geçsin heroin çəksin, hər nə olur olsun. Sabahları onun mərizçiliğini biz verməyəcək. Millət olaraq verməyəcək. Onun mərizçiliğin bimədən alacaqdır. Biməsi olmasa, tiryək çəkmək haqqı yoxdur, siqar çəkmək haqqı yoxdur. Karxanalar ki, siqar düzəldəcəklər. Ya o adamlar ki, siqar gətirəcəklər, azaddır. Siqar düzəlsinlər, əraq düzəlsinlər, tiryək düzəlsinlər, heroin düzəlsinlər. Amma onlar ağır maliyyat verəcəklər. Çox ağır. Maliyyat verəcəklər və hər kəs iş istəsə, yəni bu cür deyim, gərək bu karxanalar mənim fikrimdə. Bu karxanalar ki, bu işlərə girirlər, bunlar gərək insanların bir dana bimə yaradırlar, ya bir dana bimə alırlar. Hər kəs bunların əleyhinə şikayət elədi, mən mərizləmişəm, sənin məvaddını çəkmişəm, onun sağlığı onun öhdəsindədir. Həm özü bimə almalıdır adam, həm də ki, şey eləməlidir.
Yəni biz bunları xərcin adamların zəhmət çəkirlər, onların başına salmayaq. 106-cı səhifəyə keçdik dostlar. Kişilərin bu karları özlərinə mal etmələri məşru deyildir. Dedim da, yəni məsələn oğurluq eləsə falan bəhman bu kar ona gəlməz, amma məşru olursa, yəni doğrudan adam gedib zəhmət çəkibdir, karxana qurubdur ya iş qurubdur, bir şey ixtira eləyibdir, bunların özünə aiddir. Ailədən buna pul yetişibdir, özünə aiddir. Kişilərin bu karları, yəni ümumi karları, məsələn yaxşı dedik, yol, körpü, bimaristan, hər nə ki şey eləyiblər, bunları və verib tümün insanların əlinə, onlara izafi hüquq da verməməlidir. Necə ki, mən rəisi bimaristana mən eləyə bilirəm, məsələn, müdürəm əslən, idarədə işləyirəm. İşləmə ağa, sən işləmə. İttifaqən mən bunu düşünürəm ki, hətta, məsələn, dünənlərdə, keçənki cəlsələrdə dedim, adam gəlir, məsələn, bir işin müdürü olur. Deyir, mən İranda bunu deyirlər. Mən müdür olduğum üçün eşikdə istəmirəm. Eşikdə işləsəydim çox çıxadım. Tamam, çıx ged eşikdə işlə. Hər kəs dövləti işdə işləyir. O cümlədən məclis nümayəndələri, şura üzvləri, dövlətin vəzirləri, ustandarlar, fərmandarlar, bəxşdarlar, hər kəs ki, sistemi idarəyə girir. Bunlar gərək volonterə yaxın, yəni gönüllü gələrlər. Bunlar pul üçün gəlsələr, qoymayın gələrlər. Çünki bunlar gəlirlər, necə ki, mən gəlirəm, neçə milyard tümən xəşlirəm, gələm, orada ayda 4 milyon alam. Bu qəbul olmaz. Tamam, xəşlirsən, gəlirsən, biz sənə ayda bir dənə müəllimin hüququnu verəcəyik. Normal hüquq nədir, sənə də onu verəcəyik. Bir nəfər 30 ildir bir idarədə işləyir, sən də indi gəlirsən, sən birinci ilin karicərləri nə qədər alır, karimətləri nə qədər alır, sən də o qədər alacaqsın. Yəni, bu cür deyil ki, bir nəfər 30 ildir idarədə işləyir, bir yerdə işləyir, bir karxanada işləyir, bir sistemdə işləyir, onun hüququ birinci il gələninlə bərabər deyil. Sən tüm sən müdür olma, lütfən getkindən eşikdə işləsin. Hangi pulundan eşikdə işləyir? Adamlar gəliblər, burada dövlətin pulu ilə sərvət qazanıblar. Sonra da dövlətə deyir ki, ağa, tüm mən burada müdürəm, eşikdə işləyəmirəm. İxtilas eləyib, oğurluq eləyib, filan eləyib, bəhman eləyibdir. Bunlar yox. Bunlar millətin gərək qeydə əllərinə və kişilərin bu karları özlərinə mal etmələri məşru deyildir. Bu kar ki, bu cür dövlət tərəfindən gəlir, ya toplumsal sərvətlərdən gəlir, bunu özlərinə mal eləməkləri məşru deyil, qanuni deyil, düz deyil. Eləyə bilməzlər, özlərinə mal eləsinlər. İranda bunlar mal eləyirlər. Necə ki, bir dənə paslar olubdur, dünən necən acından ölürdü, bu günləri arvadının 607 milyard dolar pulu, tümən pulu var. 607 milyard tümən xanımının fəqət bir kartında pulu var. Kart çəkibdir da. Necə ola bilər? Məzərsəm, mən üçün bunu oxudum, trilyon üzündədir. Yəni, olacaq da 607 min milyard. Yəni, sadə milyard deyil. 1 milyard, 2 milyard, 10 milyard, 100 milyard, 1000 milyard, 1 min milyard, 2000 milyard, 10 bin milyard, 100 min milyard, 1000 milyard, 10 bin milyard, 100 min milyard, 600 min milyard xanımın pulu var. Bildiniz, həcmi pul nə qədərdir? Bunu hardan gətirib bu xanım? Bu xanım gününə 1 milyard çıxası ömrü bir beliyə yetişməz. 600 min milyard eləyə bilməz bu xanım işləsin. 600 min il yaşaya bilməz ki, 600 min gün, məzərət istəyəm, 600 min gün yaşaya bilməz ki, elə 600 min yox, 600 min milyard. Ah, o qədər rəqəm yekədir ki, adam bunu təsəvvürünə gətirə bilmiş.
Bunlar məşru deyil, qanuni deyil. Bunların əlindən almalı və millətə qeytməlidir. Eyni halda ixtilasların hamısı millətə qeytməlidir. Oğurluqların hamısı millətə qeytməlidir. Millətin malından götürüb şey eləmək, bunlar qeyri-məşrudur, qeytməlidir. Fazla karların plus value'ları plus və bu plus value ki yazıbdır. Türkçə bunu belə deyirlər. Çünki nə cür yazılır? Plus value, yəni fazla ərzişləri. Məsələn, adamlar gəldilər xiyanət edərək bursun, value'sun, ərzişin, qiymətin, dəyərin apardılar yuxarıya. Adamlara dedilər, ağa gəlin, adamlar əcib pul qazanırıq, filan bəhman, 1 tümən qoyursan, 1000 tümən götürürsən 2 ayda. Adam gəldi, dar, evin, varın, yoxun, satdı, qoydu ora. Yalandan bir value, plus value, yəni bir əcibə bir qazanc, kar burada çıxartdılar. Bir yol, nə oldu? O böyük şeylər ki vardı, pul qoyacaqdılar, yalandan qoymuşdular. Karxana yoxdur. Şirkət yoxdur. Adı var. Amma burada əl-ələ veriblər. Millətin başına bir böyük qoyacaq. Qoydular. Bunu dövlətin vəzifəsidir. Bunu forən tutacaq. Bu şirkət hani. İndi bunu bursa alanları da tutacaqlar. Yəni o adamlar ki deyiblər bu bursa sənə hani bunun şeyləri, yeri hani? Sənin bu azrəşdən bunu harda görübdür? Bu karxananın dəyəri hani? Neçə il işləymiş ki, sabit olmuşdur ki, bu karxana sabitdir. Zərər vermir. Sən zərərli karxananı bura ala bilməzsən. Almısan, indi adamlar apar ver üzünə. Gərək bunların tamam sərmayələri adamın özünün, uşaqlarının, arvadının, baldızının, onlar iki bu adam müdür olandan sonra sahib olublar. Baxın, diqqət buyurun, bunu ərz edirəm. Ola bilər ki, mənim baldızımın, qeynimin falan əlan bir evi var, 2 evi var, 10 evi var, karxanası var. Tamam. Amma o zamandan ki, mən müdür olmuşam, mən müdür olandan sonra, əgər mənim əqrəbalarımda, əmilərim, dayılarım, xalalarım, əmmələrim, nə bilim, qeyinlərim, qeyin xatınlarım, baldızım, bunlar hamısı, bunlar mənə yaxın olan adamlar, əgər bunlar sərvətləri qeyri-məqul çoxalıbdır, bunların hamısı alınmalı və verilməlidir bura. Çünki bu adam nəcür birdən-birə birlə çoxalıbdır. Bunlar qeyri-qanunidir. Qeyri-məşru, yəni qeyri-qanuni. Çünki biz indi din ilə danışmırıq ki, din həsf oldu. Din, şəriyyat dinə bağlıdır. Amma indi bu lüğət gəlibdir, qanuna da işlənir. Fazla karların, plus value'ların, ərzişləri, dəyərlərin, plus yəni çox ərzişli dəyərlərin toplum adına toplanmasıyla vücuda gələcək böyük qazanclar, toplum hesabına açılacaq fabrikaların, qurulacaq böyük çiftliklərin sərmayəsi olur. Deyir ki, indi bu cüzü toplum adına bir əgər sərmayə vardı, onlar toplum adına toplanması vücuda gələcək böyük qazancılar. Toplum adına tüm millət gəlin burada sərmayə qoyun, bankda pulunuzu qoyun, filan bəhman. Bunlar toplum adına işlənənlər, toplum adına da topluma qeyd edəcəkdir. Toplum hesabına atılacaq nə mənə? Fabrikalar. Biz buna karxana deyirik. Türkiyədə karxana biraz pis adı var. Yəni fahişəxana. Fabrika deyirlər. Avropadan ilə fabrika deyiblər. Latin dillərdə bunlar da fabrika deyirlər. Karxanaların bizdə nə deyirdik? Kərxana. Kərxanaların qurulacaq böyük çiftliklər, böyük əkinəcək yerlər. Məsələn, bizim bu böyük deyəndə, məsələn, Muğanda, keçdi sənəti Muğan. Bu böyük bir əkinəcəkdir, ya bağdarlıqdır, ya fabrikalar var içində, karxanaları vardır. Bunların hamısı nə olacaqdır? Bunlara sərmayə olacaqdır. Və onların qazancı millətin arasına gedəcəkdir.
ya topluma gedəcək. Məsələn, nədir olacaq? Gedəcək deyil, danışqah düzələcək. Danışçılara, burada oxuyan danışçılara ya kolli danışçılara bursiyyə veriləcək. Məsələn, deyək ki, hər kəs bu danışqahda dərs oxuyur, müftü oxuyacaq. Ustadlar ki, bura gəlirlər, buradan hüquq alacaqlar. Bu cürsü. Bunlara deyirik. Böyük dedim çiftliklər, çiftlik deyəndə bizdə bu cür bir şey yoxdur. Çiftlik mal, heyvan saxlamaqlar, dedim də bunların hamısını deyirlər, əkinəcək, bağlıq, bağdarlıq, bunların hamısı heyvan saxlamaq, bunların hamısını çiftlik deyək biz. Bu genel girişimlərdən doğacaq qazancılarla fəqirlər, öksüzlər, dullar, xəstələr, kötümrülər, kurlar və sağırlar üçün genel baxım yerləri və oxullar açılır. Deyir, indi nə olacaqdır? Deyir, o umumi pulçu toplandı oradan. Bu genel umumi girişimlərdən, yəni iqtisada girirsiniz, hər yerə girirsiniz, onlardan doğacaq qazancılar. Oradan gələn qazanc doğacaq, burada olur ələ gələn qazancılardan kimlərə? Fəqirlərə. Biri də insanlar var ki, zəifdirlər, işləyənmirlər. Hər nədən dolayı fəqir olublar. Bunlara oradan pul veriləcək, köməklik olunacaqdır. Türkiyədə bunlara nə deyirlər? Adına vəqf falan deyirlər, amma bunlardan bir, məsələn, dərnəklər, zatlar deyirlər adına. Bunlar oradan adam gedir, məsələn, deyir ki, ağa, mənim gəlirim yoxdur. Gəlirim azdır. Oradan bu adamın yemağın, içmağın verirlər. Məsələn, bərqi pulun verirlər, su pulun verirlər, nə bilim, çünki fəqirdir, işləyənmir. Geçinəcəyən verirlər. Məsələn, qışda gedir, oradan kömür alır. İranda zoğalsan daş kömür. Daş kömür alır, gətirir, istidə, soyuqda ölməsin. Bunu gətirirlər, qoyurlar bunun qapısına, deyirlər ki, yaşasın. Belə bir şey. Hər dördün dolayı. Məsələn, öksüzlər. Öksüzlər yetim. Yetimlər. Ya əslən, dədə çıxıb gedibdir. Nənə uşağla qalıbdır. İşi də yoxdur. Ya işi də var, amma görmür. Dullar. Xanımlar ki, ərləri ölübdür. Ya hətta, məsələn, fərzən deyək ki, gələcək misallar. Dul, ərləri ölən adamlar. Əlbəttə, kişi də dul ola bilər, arvad da dul ola bilər. Bu, fərq eləmir. Amma gəliri olmayana deyək burada. Gəliri olmayana deyək dul. Əri ölüb ya arvadı ölübdür. Qazanc oradan gəlirdi. İndi o öləndən sonra bu adam çətin gündə qalır. Yaxçı evi var, yaxçı eşiyi var. İndi deyək ki, bu evi neynə məsələn, aparsak ki, bunu ye. Adam harada qalsın? Küçədə qalsın. Adam gəlsə desə ki, dövlətə, communityyə, toplumsal cəmiyyətlərə, desə ki, mən ərim ölübdür, ya arvadım ölübdür, gəlirim oradan deyil. Mən gəlirim yetmir yaşayam. Oradan verməli yox. Xəstələr, mərizlərə köməklik gərək olsun. Bu, Türkiyədə hələ bunlar vardı. Kötürümlər, bilmirəm bu nə mənədir. Mən bunu oxuya da bilmirəm. Kötürümlər, bilmirəm nədir. Körlar, çarlar. Sağır bizdə, çara, dedim də, bayaqları dedim çarın mənası. Bizdə sağır deyirik biz buna. Qədim deyərdilər. Mənim yadıma gəlir, Fransa sağırdır. Yəni, qulağı eşitmir. Bir də sığır vardı ki, o da doğmaz. Mal da olur, adam da olur. Bəzən deyirlər sığırdır. Sağır
qutuldu dostlar, elə burada qoyum qalsın. Biraz bunu çox bu gün danışdım. Çünki iqtisad məsələsi çox ciddi məsələdir. Və deyirlər ki, Azərbaycanlılar gələcəyi gərək görsədələr. Ona görə mən biraz iqtisadda nəzərlərimi açıram ki, dostlarımız bilsinlər, milli hərəkətdə iqtisad məsələsi də mühümdür. Çox sağ olun. Yarın görüşərik sabahları yenə və danışarıq. Sağ olun. 106-cı